Hər vaxtınız xeyir izləyicilərimiz, Allahın adıyla hər birinizi salamlayırıq. Bugün 2 iyul 2026-cı ildir. Hər vaxtınız xeyir olsun, gününüz uğurlu olsun. Değerli bir məlumatı sizin diqqətinizə çatdırırım. İlk öncə istərdim ki, Quran-ı Kərimin ayətləri ilə bugünkü paylaşımı start götürüm. Həzrət Peyğəmbərimizə nazil olmuş Quran-ı Kərimdə Allah deyir ki, ey insanlar, siz şəhidlərə ölü deməyin. Onlar Allah katında diridir ve Allah tarafından onlara ruzu bəxş edilmiştir. Həzrət Muhammed Aleyhisselam da deyir ki, vətəni sevmək imandandır, vətəni qorumaq da hər bir şəxsiyyətin, hər bir vicdanlı insanların borcudur. Cənnət əhlindən heç kim bu dünyaya qayıtmaq istəməz. Yalnız və yalnız şəhidlər istisna olmaqla. Quran-ı Kərimdə Peyğəmbərlərdən sonra ən üstün məqam şəhidlərə bəxş edilmiştir. Şəhidlər cənnətdən bu dünyaya qayıtmaq və təkrar vətən üçün, Allah üçün şəhid olub, təkrar cənnətin ən ali məqamına ucalmaq istəyirlər. Vətənimizin azadlığı uğrunda canlarını fəda edən bütün şəhidlərimizə Allah rəhmət, cənnət və nur dolu əbədi həyat bəxş eləsin. 1992-ci ildə iyul ayının 3-də Ləmbaran kəndimizdən dəyərli bir əmmimiz şəhidlik məqamına ucalıb. Bu şəhid əmmimiz Kərimov Mübariz İsaoğludur. Əziz izləyicilərimiz, sabah 3 iyul 2026-cı il tarixdə şəhid Mübariz əmminin şəhidlik məqamına ucalmasının 34-cü il anım günüdür. 34 il bundan öncə 1-ci Qarabağ döyüşlərində Ləmbaran kəndindən və vətənimizin digər ərazilərindən olan şəhidlərimiz kimi Kərimov Mübariz əmi də vətənin azadlığı uğrunda döyüşüb, igidlik və qəhrəmanlıq göstərib, canlı Qarabağın azadlığı və vətənimizin ərazi bütövlüyü uğrunda, vətənimizin bütövlüyü uğrunda canını fəda etmişdir. Əziz Ləmbaran cəmaatı, sizin hər birinizi 3 iyul 2026-cı tarixdə səhər saat 9 sonunda Ələmli qəbirstanlığında şəhid Mübariz əminin 34-cü il dönümü ilə bağlı olan tədbirə hər birinizi dəvət edirik. Xahiş edirik, Ləmbarandan olan bütün dostlarımız, bütün yaxınlarımız bu video çəkilişi paylaşsın. Kənd əhalisi bu məlumatları olsun. Sabah 3 iyul 2026-cı il tarixdə səhər saat 9 sonunda Ələmli qəbirstanlığında şəhid Mübariz əminin il dönümünə həsr olmuş tədbirdə hamımız iştirak edən Mübariz əmi ilə bərabər bütün şəhidlərimizə öz ehtiramımızı, öz qəlbimizdən gələn məhəbbəti, ehtiramı bildirib, ruhlarına dua oxuyağın Kərimov Mübariz əminin xatirələrindən danışıb və buradan da evimizə dağılışalım. Hər il adət ənənə olaraq Ləmbaran kəndində vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin il dönümlərinin tədbirlərini biz kanal olaraq həyata keçiririk və şəhidlərimizin ailə üzvləri də öz evlərində ehsandan, çay süfrəsi, şirniyyatdan və digər şeylərlə çay süfrəsi təşkil etmişdilər. Amma bu il inşallah ki, şəhid Mübariz əminin il dönümü tədbirindən insanlarla orada sağollaşıyıq, hər kəs öz evinə gedəcək. Yalnız və yalnız şəhid Mübariz əminin il dönümündə məzarını ziyarət edəcəyik, onun xatirələrindən danışacağıq. Kəndimizin İmamı Hacı Əkrəm Əfəndi Quran-ı Kərimi oxuyacaq. Bütün şəhidlərimizin ruhuna, eləcə də Mübariz əminin ruhuna, kənd rəhbərləri, ziyalılarımız, kənd ağsaqqalları şəhid Mübariz əmi haqqında olan xoş fikirlərini bölüşüb, böyük ehtiramımızı bildirib, oradan da insanlar öz evlərinə. İlk öncə şəhid Mübariz əminin məzarını və bütün şəhidlərimizin məzarlığını ziyarət edəcəyik və tədbirin yekununda Mədəd əmi Abdullayevin inşa etdirdiyi, indi də bütün kənd əhalisi abadlığına dəstək verdiyi şəhidlər abidə kompleksini ziyarət edib, oradan da insanlar öz evlərinə gedəcəklər. Hər birinizdən xahiş edirəm bu video çəkilişi paylaşın. 3 iyul 2026-cı tarixdə səhər saat 9 sonunda hər biri Ləmbaranla bir nəfər kimi sizə və bizə görə canını fəda etmiş şəhid Mübariz əminin il dönümündə hər birinizi gözləyirik. Əziz izləyicilərimiz, şəhid Kərimov Mübariz əmi Hacı xanım Səlmi bibinin həyat yoldaşıdır, Nuqdət əminin qardaşıdır, Ləmbaran kəndimizə böyük faydalara toxunan xeyrəsi Faiq qardaşımızın da atasıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun inşallah. Uca olan Allah'a emanet olun. Kanalımıza abone olun, şərh yazın, like edin və paylaşın ki, hər kəs bu videonu görsün. 3 iyul 2026-cı tarixdə səhər saat 9 sonunda Ələmli qəbirstanlığında şəhidlərimizin məzarı yanında olsunlar. Uca olan Allah'a emanet olun. Növbət çəkilişlərdə görüşənə qədər.
Minnətdarım sizə. Var olun əziz xeyriyyətçilərimiz. BMT TV, Bakşiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abone olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.